Bunları gətirənə qədər belə mən öldüm, tükəndim. Azərbaycan dili, riyaziyyat, ingilis dili, dəftərlərim, kitablarım, testlərim, qayda dəftərlərim. Bir də belə bir dəftərim var əslində. Mən buna heç istifadə eləməmişəm. Güya ki, mən bunu fransız dilindən tutacaqdım və fransız dilindən qrammatikaları öyrənəcəkdim burada. Amma yalansa öyrənmədim. Yəni, insan nə qədər tənbəl ola ki, asıb, yəni, fikrində bir şey tutasan, eləməyəsən. Nəysə. O vaxtdan bu vaxta, bilmirəm, daha oktyabrda o fikri tutmuşdum, nə vaxt tutmuşdum, bilmirəm, amma biləm ki, eləmədim. Qaldı başqa vaxtda. Hələ ingilis dilini öyrənə bilməmişik. Yavaş ol, bir sakin ol. Duolingo siləndən sonra ehtiyac qalmadı, yəni. Belə də burada hərfləri falan yazmışam. 1-2 hərflər də, əlifba daha doğrusu, E-dən Z-ə qədər. Burada eləmişəm, comment ajaqdisa ki, tüvə devəni demən. Belə qəribə bir aksentim oluşdu. Amma təbii ki, də düşünmürəm ki, bu oxuduğum düz oxudum. Məncə düz oxumadım. Bunu yalnızca fransız dili bilənlər sübut edə bilər. Nəysə, kofemiz də şurada. Evet, görün. Təxmini düşünürəm ki, məndən çox divarı gördünüz. Evet, nədə ki? Qoymuşam bu günə. Dünən plan qurdum. Yəni, məsələn, bu günə natural adətlərin qayda və testləri, fonetika qayda test, 2 dənə mətin yazmaq, bir də yeni sözlər. Məsələn, lüğətimizdə tam test yazıram, testdə artıq leksikasını, leksik mənasını daha doğrusu. Bir dəftər yazacağam ki, tam imtahandır və imtahanda həmin sözün mənası, falan çıxa bilər də ola bilər. Ona görə. Bir də yeni sözlər. O da yazdığım belə. Her şeyi denemeli, bakışları tehlikeli, gitgelleri beni geliyor. Biraz highlighter'ı çox eləmişik. Zaten sivilcə doludur. Gözənəklərimi də qəşəng bəlli eləyir. Bravo. Natural adətləri qaydasını bitirdim, amma təbii ki də eləmədik. Saçım da artıq qalsın, sırqalarım da qalsın hətta. Niyə? Dərs oxuyuruq, nə bu tantana, nə bu şey. Amma, yəni, normal bir halda olaq deyirəm. Bugün kino var. Bugün sizə həm riyaziyyat, həm ana dili, həm ingilis dilindən kanallar tövsiyə edəcəm. Niyə? Çünki dedim, buna ehtiyacı olan və evdə hazırlaşmaq istəyən insanlar var. Onlara da belə bir yardımım toxunsun, tövsiyələrim toxunsun. Lap müəllim yanına gedən insanlar da təbii ki də başa düşmədiyi mövzuları gəlib YouTube'dan baxırlar. Bu kanalları tövsiyə görərdim. Ümumiyyətlə, düzdür, bəzən YouTube'da mən də məsələn mövzu adı yazıram, o gəlməyən mövzular olur. Ümumiyyətlə, riyaziyyat aid olan kanalı var. Və yaxud da ancaq ana dili olan bir kanal var. Şimdi bu işin olma olasılığı yani %18'ini alsak, oradan onu 2 çıkarsak, oradan 55 artısına çıksak, 90'a 70 ile onu bölsek. 2 hours later. Tüm ruçkalarım, karandaşım. Demək olar ləvazıma. Demək olar ki, elveda. ChatGPT ilə falan Gemini ilə deyirəm ki, A hərfində olan sözləri mənə de. O mənə deyir, mən ona tərcüməsini yazıram. Belə.
definitionlar falan bunlar da öyrənmək lazımdır. Çünki ingilis dili qrammatikasından çox deyirlər ki, qrammatika ilə yanaşı 2-3 dənə də sual yaxın mənalı, yəni sinonim, antonim, definitionla bağlı suallar da gələcək. Tabii biz də öyrənməliyik. Bilmiyorum amma öyrənməliyik. The next day. Tomorrow. Entika kaosdan oyanlamsa o gün qəşəng keçəcək. Zumla pasta vurmuşam, bəlkə keçər deyə bilmirəm. Artıq 3 günün dərs sistemi bizə qalıb. Bu gün bu videonu da editləyib atmağı da düşünürəm, amma necə edəcəm bilmirəm. Ona görə kofemi aldım yanıma və oturub işləyirik. Kötüyüz ya. Bu gün nə bilim. Ya bilmirəm, ağlayacaq dərdə düşürəm. Mən xahiş eləyirəm belə sivilcələrdən qurtulma və yaxud da məsələn burada mənim yara izim var. Bu yara izimi burada da var idi, amma getdi o. İzi getdi. Bəzən çox üzümü belə eləyəndə ortaya çıxır da. Amma bu məsələn bu yenidir. Bir 10-15 gündür, 2 həftədir falan çıxıb. Onu keçirtmək istəyirəm. Necə eləyim bilmirəm. Tövsiyələriniz varsa deyin. Mən də araşdıracağım. Artıq yəni ağlamam gəlir. Üzümün hər yerində sivilcələr çıxır. Zaten burada bir dənə iz var idi. Burada da bir dənə çıxıb necə olubsa. Burada da çıxıb. Üstəlik burada da bir dənə sivilcəm çıxdı. Kaş bir dənə bir şey olardı. Yəni, bir möcüzə olardı. İstədiyimiz zaman üzümüzdəki bütün ləkələr geçsəydi. Yok işte ama yok.